geldi baharın sefası alemi tuttunuz ziyası seni gülistan yanında ucaldı bülbül şeydanın nevası balım hey nevası gülüm hey nevası. Səslər illərin sükutunu yarar. Yaddaşın bəzən unutmaq istədiyini ya da unutduğunu astadan yada salar. Bir də görərsən, unutmaq istədiyinin hökmündəsən. Bir də var, ümumən böyük bir mədəniyyətin, xalqın ruhunu özündə saxlayan səslər. Onlar hər zaman bizim gərəyimiz, ehtiyacımızdır. Onun da səsi bu səslərin sırasındadır. Bugün özü həyatda olmasa da səsi ilə bu ehtiyacı ödəyər. Bəzən sərt yanaşmaları, iddiası ilə həmkarlarını yaxşı mənada qıcıqlandıran, amma istedadından, yaradıcılığından hər zaman söz etdirməyi bacaran xalq artisti Professor Canəli Əkbərov. Canəli Əkbərov. Bu ad hər dəfə çəkilən zaman göz önünə birinci muğam dəstgahları gəlir. İkinci, mənim gözümün önünə Şah İsmail gəlir. Niyə? Çünki həm muğamların, həm də opera və balet teatrında oynadığı obrazların ən mahir ifaçılarından biriydi. İstər Şah İsmailə, istər Məcnunu, istər digər obrazları çox böyük məharətlə oxuyub, yaradıb. 1991-ci ildə mən Asiyasenalda təhsil aldığım illər idi və mənim birinci ustadım Nəriman Əliyev, əməkdar müəllim Nəriman Əliyevin sinifində muğam təhsili alırdım və belə bir qərar alındı ki, Azərbaycan televiziyasının teleteatr məkanında bir layihə həyata keçirilsin. Kərim Kərimov, Kərim müəllim və 4 nəfər tələbə seçdi. Qəzənfər Abbasov, mən, Səbirə Niftəliyeva və İrşad İbişov. Hərəmiz bir dəstgahla teleteatr məkanında bütün ustadlar, bütün sənətkarlar əyləşmişdilər. Hamısı möhtəşəm bir muğam axşamı oldu və hər bir sənətkar yaxınlaşıb öz gözəl sözlərini bizə söyləyirdilər və Canəli müəllim, Canəli Əkbərov yaxınlaşdı. O qədər gözəl sözlər söylədi mənə. Dedi, nə məsləhət olsa biz də hazırıq sənə kömək eləməyə. Gənc bir qız üçün böyük bir xoşbəxtlik idi. Yəni sənətkarlarımızı biz tələbələr, gənclər belə tanımışıq, belə görmüşük. Klassik muğam sənətinin ustad sənətkarlarından biri, muğamımızın onurğa sütunlarından biri, muğamlarımızı dərindən bilən gözəl pedaqoq Canəli Əkbərov. 2003-cü ildə Asiyasenal adına musiqi kollecinə daxil olanda ilk dəfə Canəli müəllimin sinifinə daxil oldum və mənim səsimi yoxladı və bugünkü gündə də düzdür, dünyasını dəyişib, ancaq ki, bugünkü gündə də yenə ustad sənətkarımızın səs yazılarından, görüntülərindən istifadə edərək öz tədrisimdə tələbələrimə aşılayıram Canəli Əkbərovun dərs metodikasının. Xanların
Canəli Əkbərov 1940-cı ildə Lənkəranın Tükəvilə kəndində dünyaya gəlmişdi. Onun ilk müəllimi atası Xanəli kişi idi. Xanəli Əkbərov dövrünün tanınmış xanəndəsi, nüfuzlu muğamatçı Kərbəlayı Ağa Məhəmmədin oğlu idi. Əslində atası onun daha çox həkim olmasını istəyirdi. Bu minvalla Canəli tibb texnikumuna daxil olur. Fərqləmə diplomu ilə bitirir. Hətta bir müddət Lənkəranda xəstəxanada çalışır. Amma tale və qəlbindəki istək öz sözünü deyir. Bakıya gəlir, Asəf Zeynallı adına musiqi məktəbinə daxil olur. Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsilini davam etdirir. Muğamın əsl məziyyətlərini, gizli sirlərini isə Ustad Seyid Şuşinskidən, Xan Şuşinskidən öyrənir. Yəni, Canəlinin sənət təməli kifayət qədər örnək simalarla qoyulur. Mən Canəli Əkbərovu çox uzun müddətdir tanıyıram. Hələ mən çox gənc yaşlarımdan Canəli Əkbərovun oxuduğu xalq mahnılarını, Ay dili, Süsən Sümbül və s. digər mahnıları radioda səslənərdi. Biz radiodan ona qulaq asardıq. Biz uşaq vaxtı onu çox yamsılayardıq. Və eyni zamanda digər xanəndələrimizi biz uşaq vaxtı yamsılayardıq və öyrənərdik. Səsimiz vardı ona görə. Gözəl sənətkar olmaqla yanaşı, qəzəliyyatda gözəl bilən sənətkar idi. Canəli müəllim köklü bir ailədən gəlmiş sənətkardır və özü də dayanan sənətkar deyildi. Canəli müəllim Dövlət Filarmoniyasında, başqa konsert salonlarında dayanmadan konsertlər həmişə eləyərdi. Biz də gəlirdik, konsertlərini izləyirdik. Canəli müəllim yeni repertuarları, özünün yazdığı yeni təsnifləri ilə tanış olurduq. Hər zaman öz müəllimlərindən danışardı, atasının ifalarından danışardı və plastinkalara qulaq asardıq. Və özünün gözəl tar çalma qabiliyyəti də var idi. Və mənim üçün dəfələrlə tar çalıb mən oxumuşam və o gözəl lent yazılarda hal-hazırda məndə bir xatirə olaraq mənim arxivimdə dayanır. Ustad xanəndələrimizdən çox bəhrələnib. Seyid Şuşinski, Xan Şuşinski, təbii ki, bizim ustad sənətkarlarımız, kalifiyə sənətkarlarımız. Canəli Əkbərov nə oxuyubsa, həmin ifaların möhrünü vurur. Müsahibələrindən birində mən heç vaxt tənbəl ifaçı olmamışam, deyirdi Canəli Əkbərov. Bu fikrin mahiyyəti onun keçdiyi sənət yolunda da dönə-dönə özünü sübut edirdi. Sadəcə Allahın verdiyi səslə yetinmirdi Canəli. Sahib olduğu istedadının nəzəriyyəsini, elmini də öyrənirdi. Çünki bəzən sadəcə istedadla uğur qazanmaq mümkün olmur. Ay dili, ay dili,
Mən 3 ustad gördüm bu həyatda. Nəriman Əliyev, Kamil Vəzirov, Canəli Əkbərov. Və hər 3 ustaddan mükəmməl muğam öyrənmişəm. Mükəmməl mənə dərs keçiblər. Bu 3 ustadın mənə öyrətdiyi muğamlar, muğamda yeniliklər, doğru nəfəs almalar, səhnə mədəniyyəti, qəzəliyyatı, gözəl dil tələffüzü təqdim eləmək. Bunların hamısını mən bu 3 ustaddan öyrəndim. Və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Canəli müəllimin sinifində ali təhsil aldım. Yenə də Canəli müəllim nəsib oldu mənə ki, 2-ci dəfə müəllimlik elədi. Qastrol səfərlərimiz olubdur, xarici ölkələrdə səfərlərdə olmuşuq və Bakı kəndlərinin 32 kəndində də demək olar toylarda olmuşuq və dərsdən əlavə mən toy məktəbi deyilən bir məktəb ki var. Toyda bəzi hallarda, məsəl üçün, sinifdə oxumayan ifaları o toyxanalarda görmüşük və ustadımızın orada necə bir cövlan elədiyini həqiqətən orada görmüşük. Muğamları elə bir səviyyədə ifa edib ki, mən düşünürəm ki, onun yaratdığı, onun ifasında monumental muğamların ifaçılıq ənənəsi klassik ənənəyə söykənərək bundan sonra da yüzillərlə Azərbaycan muğam sənətinin inkişafında öz təsiri göstərəcəkdir. Çünki Canəli Əkbərov muğamlarımızı bayağı, yəni başdan gəldi, necə gəldi elə ifa etməyib. Nə də yad nəfəslər gətirməyib. Klassik ənənəyə söykənən nəfəslər gətirib. Muğamlarımıza yeniliklər gətirib, öz nəfəsi ilə yeniliklər gətirib. Çünki o doğulduğu ocaq elə muğam ocağı idi və onun ifası da o səviyyədə olmalı idi. Orta mahur, şahnaz, çahargah, zabul seygah, rast dəstgahı, mahur hindi. Onun oxumadığı muğam deyərdim ki, mən bilmirəm, hansını oxumayıb, hamısını oxuyub. Bağı vətəndə bülbülü xoş nəğməzənləri bir kimsəyə bilməyir nə xərabat ilərdən bir kimsəyə bilməyir nə xərabat ilərdən meyxanələr misafiri rindi kuhənləri Xanəndənin 2 oktava yarım səsi olar. Mən deyərdim ki, sizə 3 oktavaya yaxın Canəli Əkbərovun səsi var idi. Bütün tamam dəstgahları ifa etmək qabiliyyətində idi. Bir dəstgahdan bir neçə cürə oxuyubdur. Qəzəllər dəyişik formada, təsniflər dəyişik formada, yəni ifa tərzləri var. Canəli müəllim muğamları gözəl bilən sənətkar idi və o qədər gözəl incəliyi ilə başa salırdı muğamın. Bilirsiniz, bir sənətkar sağlığında həmişə sevilir, sağlığında həmişə öyrənməyə çalışırıq, tədbirlərdə yanaşı addımlayırıq. Bu böyük fəxarətdir, amma o insanı həyatda itirəndən sonra başa düşürsən ki, o insanın sənətində, yaradıcılığında nə qədər böyük işlər varmış və nə qədər kaş ki elə çox öyrənəydim deyirsən. Biz müasirlərimiz olan Yaqub Məmmədov, Ağaxan Abdullayev, Hacı Baba Hüseynov, biz bunların təsirində böyümüşük və eyni zamanda Canəli Əkbərovun təsirində böyümüşük. İlk dəfə mən Canəli müəllimi sinifdə 92-ci ildə Asaf Zeynalov adına musiqi məktəbində dərs deyərkən üzbəyüz gəlmişik.
Və ondan əvvəl də mən onun yaradıcılığını çox dərindən izləmişəm. Hələ kiçik yaşlarımda qeyd elədiyim kimi mahnılarından bəhrələnmişəm, öyrənmişəm. Canəli Əkbərov taleyini səs yazan insanlardan idi. Səsi təmiz, zəngin, qəlbdən gələn bir səsidir deyirlər. İfaçı üçün ən əsas göstəricilərdən biri də elə budur. Elə Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olduğu dönəmlərdə də bunu öz fəaliyyəti ilə isbat edirdi hörmətli sənətkarımız. Bütün ifaçıların arzu etdiyi obrazları canlandırmışdı Canəli müəllim və hər birinə də özünə xas rəng qatmışdı. Canəli müəllim çoxlu opera teatrımızda obrazlar yaratdı. Canəli müəllimin elə Şah İsmail operasındakı möhtəşəm çıxışı və ondan öncəki Leyli Məcnun tamaşalarında nə qədər Məcnun obrazları, Gəlin Qayasında Camalı, Aşıq Qərib operasında Qərib obrazı, Canəli müəllimin Əsli və Kərəm obrazında Kərəm obrazı. Yəni bunlar hamısı Canəli müəllim adı ilə tarixə yazıldı. Zərbi muğamlarımız. Zərbi muğamları da xüsusi bir şövqlə, zövqlə ifa edərdi ki, məsələn, onlardan xüsusilə mən Heyratını, Arazbarı Manini xüsusi qeyd etmək istərdim. Çahargahın tərkibində düzdür, mən Suriya şöbəsində çox möhtəşəm formada ifa edibdir. Şöyle
Azərbaycan xalq mahnılarını mahir ifa edən Canəli Əkbərovun repertuarında çox gözəl xalq mahnılarımız var. Onlardan bir neçələri var ki, Narı Narı gözəl bir xalq mahnısıdır. Mən Canəli müəllimin ifasını çox bəyənirəm və klassik təsniflərimizdən Məni Doğru, özünə məxsusluğu və klassik ənənəyə söykənən ifa üslubu da onun tədris, bundan sonra da ki, nə qədər ki, muğam tədris olunacaq, nə qədər ki, muğam yaşayacaq, o ənənəni Canəli Əkbərovdan görə biləcəklər. Çünki Canəli Əkbərov ifa etdiyi muğamların heç birisində mən deyərdim ki, zərrə qədər də səhvlərə yol verməyiblər. Həm başlanğıc, baş cümlə, yəni bərdaşt, həm də maye tonikaya ayaq verərkən, yəni son ayaq etməyə qədər ayrı-ayrı şöbələrin, guşələrin ayaqları yerli yerində fundamental bir üslubda ifa etmişdir. Əməkdar və xalq artisti, Şərəf ordeni, Şöhrət ordeni, Prezidentin fərqli təqaüdçüsü, 1-ci dərəcəli əmək ordeni, sənətkar medalı və s. Bu mükafatların hər biri onun halal haqqıdır, deyir musiqi bilicilər. Canəli Əkbərov muğamı yalnız bir ifa forması kimi deyil, həm də daxili hal, ruh ehtiyacı kimi dərk edirdi və bunu özündən sonrakılara da çatdırmağa çalışırdı. O, muğam məktəbinin qoruyucusu, nəsilləri biri-birinə bağlayan körpü idi. Uzun illər Azərbaycan Milli Konservatoriyasında və İncəsənət Universitetində dərs dedi. İndi tanınan və sevilən tələbələri bugün də Canəli müəllimi təşəkkürlə anırlar. Seyid ənənəsini sanki bu məktəbin bir yaradıcısı idi. O səviyyədə yəni dərs keçirdi. Seyiddən bəhrələnmişdi. Öz müəllimi Nəriman Əliyev, Əlibaba Məmmədov olmuş olsa da, ancaq Seyid Şünüskədən də çox bəhrələnmişdi. Tədrisi hər ifaçı bacarmır. Hər ifaçının məktəbi yoxdur. İfaçılıq məktəbi ola bilər. Amma tədris məktəbi olmaq çox çətin bir prosesdir. Bu məktəb bizə qalıb Seyid Şünüskədən, ustadım Nəriman Əliyevdən və bu günləri mən baxıb görürəm ki, Canəli Əkbərov üslubu məktəbi də həmin məktəbin davamıdır, özü də parlaq davamıdır. Opera teatrına dəvət aldım, Leyli obrazına və maraqlı bir an yaşandı. Dedilər, səni operada Leyli obrazına Canəli Əkbərov hazırlayacaq. Mənə Leyli obrazını Canəli müəllim o qədər gözəl incəliklərlə hazırlayırdı ki, həm qəzəliyyatı öyrədirdi, həm oxunuş qaydalarını öyrədirdi. Hafiz müəllimin rejissorluğu ilə mizan və xanəndəlik ifası birləşərək gözəl bir tamaşa yarandı və möhtəşəm dalındı tamaşamız. Canəli müəllim çox qürur duyurdu, çox fəxr eləyirdi. Mən Canəli müəllimin müəllimlik fəaliyyətini ilk dəfə orada yaxından tanıdım. Mənim bir çox ustadlarım olub. Sərdar Bağırov Gəncə Musiqi Məktəbində 97-ci ildə təhsil almışam və sonra bizim əvəzolunmaz sənətkarımız, xalq artisti Məmməd Bağır Bağırzadədən dərs almışam. 2003-cü ildə Asif Zeynal Adana Musiqi Kollecində ustad sənətkarımız Canəli Əkbərovdan dərs aldım. Milli Konservatoriyamızda ustad xanəndəmiz, mərhum sənətkarımız, xalq artisti professor Şöhrət ordenli Arif Babayevdən təhsil aldım. Canəli Əkbərov mənim ustadım, opera sənətində böyük izlər buraxmışdır və neçə-neçə gənc sənətkarlar yetişdirmişdir. Bugünkü gündə Respublikanın fəxri adlarına layiq olan bizim ustad sənətkarlarımız var ki, eləsi var xalq artistlərdir, eləsi var əməkdar artistlərdir və onlar da ustadımızın, Canəli Əkbərovun dərs metodikasından və opera sənətində hər zaman bəhrələnmişdir.
özündən sonra təkcə bir Canəli Əkbərov ifaçı deyə bir ad qoyub getməyib, həm də bir pedaqoq kimi muğamlarımızın səlis ifa xüsusiyyətlərini, məziyyətlərini bizim gənc nəsilə, özündən sonraki nəsillərə bu məktəbi Azərbaycan Muğam İfaçılığı ənənəsi məktəbini qoyub gedibdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Canəli müəllimə təhsil alandan sonra müəllim kimi fəaliyyətim davam eləyəndə əyləşirik, uşaqlar qarşımızda imtahan verir. Canəli müəllim fəxrlə mənə baxırdı. Başını yelləyirdi ki, mən etirazlarımı bildirəndə ki, uşaq burada düz oxumadı, tələbə burada nəysə doğru eləməlidir. Çəkinə-çəkinə göstərişlə verəndə başı ilə mənə belə əladır, hər şey yaxşıdır qızım, belə də olmalıdır, çəkinmə. Canəli Əkbərov, mən əslində xoşbəxt insanam, xoşbəxt sənətkaram deyirdi. Gözəl ailəsi, 3 qız, 2 oğul övladı vardı. Həyat yoldaşı təhsilli xanım olmasa da, Canəli müəllimin ən böyük dəstəkçisi onu anlayan idi. Ancaq təəssüf ki, bəzən qara xətlər də keçir insanın taleyindən. Övladının gənc yaşda dünyasını dəyişməsi sənətkarın ömrünün qara xətti olur. Sevimli qızının ölümündən sonra bərk sarsılan sənətkar, qızımdan sonra özümü tək hiss edirəm deyirdi. Ustadım tək bizə muğamların sirlərini yox, bizə həm də həyatda necə ayaq üstə dayanmağı öyrətmişdir və bizlərə atalıq qayğısı göstərmişdir. Dəfələrlə onun evində olanda, dəfələrlə mənim üçün oxuyub və muğamların sirlərini çalışdığı qədər öyrətmişdir. Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir. Eşq olan yerdə bütün aqili dana dəlidir. Saldı Yusuf kimi öz sevgilisin zindana, qoydu rüsvalıq aləmdə Züleyxaya dəlidir. Eşq zəncirinin iftadəsi eşq zəncirinin iftadəsi bir mən deyiləm. Həvəsi silsilə-i eşq ilə dünya dəlidir. Ay aman, ay aman, ay aman, ay. Canəli müəllimin ailəsində mən həmişə yaxından iştirak eləyirdim və onun ailə canlılığını görmüşəm. Onun böyük bir nəslin nümayəndəsi olduğunu şahid oldum və insan heç vaxt dayanmırdı. Canəli müəllim heç vaxt dayanmırdı, həmişə axtarışdaydı. Son dönəmlərdə kimlərdənsə gireyli idi Canəli Əkbərov. Bəlkə hamımız bir dəfə də olsa yaşayırıq bunu. Nankorluq, sarsıntılar, itkisiz mümkün deyil bu həyatı yaşamaq sanki. Kimi qalib, kimi məğlub çıxar bu insanlar oyunundan. Canəli müəllim daxildə hansı ağrıları yaşayırdı, bu onun özünə bəllidir. Amma özünü ötkəm və qalib kimi göstərirdi. Ara sıra isə ismarıcını da göndərirdi. Bəlkə başqalarına da örnek olsun deyə. Gəl zülfünü təkizə, qurbanam xumar gözə. Gəl zülfünü təkizə, qurbanam xumar gözə. Dünən dedin gəlmədin, bugün bara gəl bizə. Dünən dedin gəlmədin, bugün bara gəl bizə. Tellərini yan qara qız, ay başı gözü qara göz. Gəlirlə dərlər çara göz, ay başı gözü qara göz. Tellərini yan qara göz, ay başı gözü qara göz. Gəlirlə dərlər çara göz, ay başı gözü qara göz. Və Azərbaycan xalqının çox sevimli ifaçılarından, xanəndələrindən, müqtədir sənətkarlarından biri olmuş. Mən Canəli Əkbərova, Canəli müəllimə Allahdan rəhmət diləyirəm. Mən bir tələbə olaraq həmişə Canəli müəllimlə qürur duymuşam və nə yaxşı ki, Canəli müəllim sizdən təhsil almış. Ruhunuz şad olsun, əziz ustad. Hər zaman mənim qəlbimdə
böyük ustadım kimi, sənətkarım kimi yaşayacaq. Əsl sənətkar odur ki, ölümündən sonra da onun muğamları yaşasın. Ömürlə mübarizədə ürək mütləq məğlubdur. Bu dəyişməyən gerçəkdir. Canəli Əkbərov 22 oktyabr 2021-ci ildə 81 yaşında vəfat etdi. Tələbələrinə həmişə səsim var, amma ürəyin də danışsın deyərmiş Canəli müəllim. Zənnimizcə, o özü bu sənətdə həmişə ürəklə danışa bildi. Arxivlər, tarix və yaddaş da yəqin ki, həmişə sahibinə sədaqətli qalar.